İndi isə başlayaq çoxluq mövzusuna. Deməli, çoxluq riyaziyyatın ilk anlayışı olduğu üçün tərif verilmir. Çoxluq sözünün mənası toplum məzmun deməkdir. Yəni ki, müəyyən əşyalar, insanlar toplusu və sair yığımı, toplusu və sair nəzərdə tutulur. Misal üçün, misal göstərə bilərik. Riyaziyyat kitabları, son üzərində olan riyaziyyat kitablarını, göydə olan ulduzları və sair kimi yaranmış toplumlar, yığımlar çoxluq adlandırılır. Çoxluqları adlandıran zaman Latın əlifbasının böyük hərfindən istifadə olunur. Çoxluğun elementlərini göstərən zaman fiqurlu mötərizələrdən istifadə olunur. Fiqurlu mötərizələrin daxilində çoxluğun elementləri yazılır. Misal üçün 1, 3, 5, 7 və s. kimi elementlər qeyd olunur. Çoxluğun elementlərinə bəzən çoxluğun ünsürləri də deyirlər. Ünsür sözü həm də çoxluğun elementləri deməkdir. Ünsür sözü çoxluğun elementləri deməkdir. Bundan əlavə olaraq bir şey qeyd etmək istəyirəm ki, uşaqlar bəzən 1-dən 7 yazılışı ilə 1-7 yazılışını qatırlar. 1-dən 7-yə o deməkdir ki, 1-dən 7-yə qədər olan ədədlər, yəni 2, 3, 4, 5, 6 deməkdir. Amma 1 və 7 bunun isə mənası 1 və 7 deməkdir. Deməli, yuxarıda yazdığım ümumi mötərizə daxilində olan 1-dən 7-yə qədər olan ədədləri, fiqurlu mötərizə daxilində olan isə 1 və 7-nin özünü göstərir. Bu hissəni bir dəqiqə silək. Deməli, çoxluğun elementlərini fiqurlu mötərizə daxilində göstərirlər. Ancaq elementlərə bəzən ünsürlər də deyilir. Çoxluğu adlandıran zaman isə Latın əlifbasının böyük hərfindən istifadə olunur. İndi isə keçdik çoxluqların sayına görə növlərinə. Çoxluqlar sayına görə üç yerə bölünür. Sonlu çoxluqlar, sonsuz çoxluqlar və boş çoxluqlar. Birinci başlamaq istəyirəm boş çoxluqlardan. Heç bir elementi olmayan çoxluq boş çoxluqdur. İşarəsi bu formadadır boş çoxluğun. Misal üçün, mən hər hansısa bir nümunə gətirsəm, təsəvvür edək ki, stolun üzərində ancaq riyaziyyat kitabları var və mən deyirəm ki, stolun üstündə olan Azərbaycan dili kitabları. Stolun üstündə ancaq riyaziyyat kitabı varsa, mən biz Azərbaycan dili kitabı ilə bağlı danışa bilmərəm. Deməli, boş çoxluqdur. Və yaxud da 5-ci siniflərin otağına girmişəm, deyirəm ki, içəridə olan 9-cu siniflər çoxluğu. 5-ci siniflərin otağında ancaq 5-ci siniflər var, 9-cu sinif yoxdur. Deməli, bu boş çoxluqdur. Heç bir elementi olmayan çoxluqlar boş çoxluqlar adlandırılır. İndi isə baxıram sonlu və sonsuz çoxluğa. Sonlu çoxluq adından da məlum olduğu kimi elementləri sonlu olan çoxluqdur. Yəni ki, mən həmin çoxluğun elementlərini konkret olaraq sayıb bitirə bilirəm. Belə çoxluqlar sonludur. Elmi nümunə gətirsək, rəqəmlər çoxluğu sonlu çoxluqdur. 0, 1, 2, 3, 4, 5, 6, 7, 8 və 9. Mən əgər bu çoxluğun elementlərini saysam, hal-hazırda 10 dənə elementi var, sayıb bitirə bildim. Deməli, bu çoxluq sonlu çoxluqdur. Sonsuz çoxluq isə elementlərinin sayı sonsuz sayda olur. Misal üçün, göydə olan ulduzlar sonsuz saydadır. Biz onların sayını sayıb bitirə bilmərik. Və yaxud da natural ədədlər çoxluğu. Dərsə keçəndə də demişdik ki, sonsuz saydadır. Yəni, bir növ elementlərinin sayı sonsuz olan çoxluqlar isə sonsuz çoxluqlar adlandırılır. Bundan əlavə bir də bizim hesabi çoxluq anlayışımız var. Bəs hesabi çoxluq nədir? Hesabi çoxluğun qaydasını nəzər yetirsək, hesabi çoxluğa keçid etməmişdən qabaq bir də bizim ekvivalent anlayışımız var. Ekvivalent. Ekvivalent nə deməkdir? Ekvivalent eyni güclü deməkdir. Eyni güclü bəs nədir? Bax, eyni güclü çoxluğu deməkdir ki, elementlərinin sayı bir-birlərinə bərabər olan çoxluqlar eyni güclü çoxluqlardır, yəni ekvivalent çoxluqlardır. Deməli, elementlərinin sayı bərabər olur. Elementlərinin sayı eyni olan çoxluqlar ekvivalent, yəni eyni güclü çoxluqlardır. Misal üçün, hər hansısa bir B çoxluğunun daxilinə qeyd edirəm 1, 3 və 5-i. Hər hansısa bir C çoxluğunun isə daxilinə qeyd edirəm A, N və B-ni. Yadımızda saxlayaq ki, sayı göstərən zaman kiçik N hərfi
Mötərizənin daxilində çoxluğun adı və mötərizə bağlanaraq bu şəkildə göstərilir. Hal-hazırda B çoxluğunun 3 dənə elementi olduğu üçün MB bərabərdir 3 şəklində yazılır. Əgər C-nin elementlərin sayını göstərmək istəyirəmsə, kiçik N hərfi, mötərizə açılır, C qeyd olunur, mötərizə bağlanır. Bunun isə 3 dənə elementi var. Elementlər sayı bir-birlərinə bərabər olduğu üçün buna ekvivalent və yaxud da ki, eyni güclü çoxluq deyilir. Hesabi çoxluğun qaydasında deyilir. Natural ədədlər çoxluğu ilə natural ədədlər ilə ekvivalent olan çoxluqdur. Mən cümləni biraz açmaq istəyirəm. Mənə birincisi ekvivalent sözü deyir. Ekvivalent sözü bilirəm ki, eyni güclü deməkdir. Yəni ki, elementlərinin sayı bərabər olan deməkdir. Sonra isə natural ədədlər çoxluğu ilə ekvivalent sözünü vurğulayıbdır. Deməli, mən bu iki anlayışı birləşdirsəm, hesabi çoxluq elementlərinin sayı sonsuz olan çoxluqdur. Axı, natural ədədlər çoxluğu ekvivalent deyirsə, natural ədədlər çoxluğunun sonsuz sayda elementi varsa, deməli, hesabi çoxluğun da sonsuz sayda elementi var. Və sual yaranır. Biz nəyə görə demirik ki, sonsuz çoxluqlar elə hesabi çoxluqdur? Biz nəyə görə bu anlayışı demirik? Hesabi çoxluğu ayrı bir anlayış kimi qeyd edirik, sonsuz çoxluğu ayrı bir anlayış kimi qeyd edirik. Sonsuz çoxluqdan hesabi çoxluq eyni anlayış deyil. Hesabi çoxluqla sonsuz çoxluğun hər ikisinin də sonsuz sayda elementi var. Aşağı hissədə gəlin, bunları müqayisə edək. İki hissəyə bölək. Bir tərəfinə yazıram hesabi çoxluq, digər tərəfinə isə yazıram sonsuz çoxluq. Hesabi çoxluğunda sonsuz sayda elementi var, sonsuz çoxluğun da sonsuz sayda elementi var. Ümumiyyətlə, bütün sayı sonsuz olanlar sonsuz çoxluqdur. Belə yazaq ki, bura aiddir. Bura aiddir. İndi mən deyirəm ki, hesabi çoxluğun da sonsuz sayda elementi var. Deməli, elə hesabi çoxluq da bura aiddir. Hesabi çoxluq deməli sonsuz çoxluqdur. Hesabi çoxluq sonsuzdur. Bəs bütün sonsuz çoxluqlar hesabi ola bilərmi? Bir dənə nümunə yazaq. Nümunədən qabaq hesabi çoxluqlar sonsuzdur, amma müəyyən qanunla sonsuzluq yaranır. Yəni nədir? Bax, misal üçün, mən qeyd eləsəm, cüt ədədlər çoxluğu 2, 4, 6, 8, axı bu sonsuz çoxluqdur. Bir verim müəyyən qanunluğunu artdı. Üzərinə 2 gələ-gələ bütün çoxluq bu formada artıbdır. Bütün ədədlərin üzərinə 2 gələ-gələ gedir. Bax, bu çoxluq həm hesabidir, həm sonsuzdur. Çünki həm qanuna uyğunluqla artıb, həm sonsuz sayda elementi var. Ona görə də həm hesabi, həm sonsuz çoxluqdur. Amma mən desəm ulduzlar müəyyən qanuna uyğunluqla artmayıb axı, sadəcə sonsuz sayda elementi var. Ona görə ulduzlar sadəcə sonsuz çoxluqdur. Bir də qeyd edirəm. Müəyyən qanuna uyğunluqla artırsa, həm sonsuz, həm hesabidir. Sadəcə sonsuzluq yaranıbsa sonsuzdur. Deməli, bütün hesabi çoxluqlar sonsuzdur. Amma sonsuz çoxluqlar hesabi çoxluq ola da bilər, olmaya da bilər. Hesabi çoxluq müəyyən qanuna uyğunluqla artan sonsuzluqdur. Sonsuz çoxluqlar isə bütün sonsuz sayda elementi olan çoxluqlardır. Yəni, bir növ hesabi çoxluq sonsuz çoxluğun alt çoxluğudur. Bəs alt çoxluq nədir? İndi gəlin alt çoxluğa keçid eləyək. Başlıq alt çoxluq anlayışına. Bəs gəlin görək alt çoxluq nədir? Alt çoxluq işarəsi bu formadadır. Bir növ at nalına bənzəyir sanki. Alt çoxluğun işarəsi bu formadadır. Bəs gəlin görək alt çoxluq nədir? Deyək, bir çoxluğun elementləri hamısı digər çoxluq daxilində yerləşərsə, belə çoxluq digər çoxluğun alt çoxluğu adlandırılır. Nətər? Baxın, misal üçün yazıram ki, bir dənə B çoxluğu, elementlərini qeyd edirəm 1, 3, 5. Bir dənə də yazıram A çoxluğunu. 2, belə qeyd edək.
1, 2, 3, 4, 5. Ortaq elementlərin üzərinə xətt çəkirəm. 1, 3 və 5. Baxın, B çoxluğunun bütün elementlərinin üzərinə xətt çəkdim. Ancaq A çoxluğunun bütün elementlərinin üzərinə xətt çəkmədim. Deməli, B-nin bütün elementləri A-nın daxilində yerləşib. Deməli, B A-nın alt çoxluğudur. Yazılır B alt çoxluğudur A şəklində. İndi gəlin biraz alt çoxluq anlayışını genişləndirək. Misal üçün, birincisi misal üçündən qabaq belə bir qayda qeyd edirəm ki, bütün çoxluqların 2 dənə alt çoxluğunu biz həmişə tanıyırıq. Hər hansısa bir A çoxluğu yazsam, həmin A çoxluğunun bütün alt çoxluqların içərisində bir dənə mütləq şəkildə boş çoxluq var. Bir dənə də mütləq şəkildə özü var. Yadımızda saxlayırıq ki, boş çoxluq alt çoxluğudur bütün çoxluqların. Və çoxluqların özü elə özünün alt çoxluğudur. Gəlin buna aid nümunəyə baxaq. Bir də nümunəyə yenə baxmamışdan qabaq alt çoxluqların sayının tapılması 2-nin üstündə n-lə hesablanır. Mötərizədə yazıram ki, alt çoxluq sayı. Bax, bu n elementlərin sayını göstərir. İndi bu hissədə yazdıqlarım aid gəlin nümunələr yazaq. Misal üçün, hər hansısa bir B çoxluğu qeyd edirəm. Elementlərini də qeyd edirəm 2, 4, 6 və 8. Deyək, B çoxluğunun neçə dənə alt çoxluğu var? Gəlin görək neçə dənə elementi var. NB bərabərdir 4-ə. Dedim, bu n elementlərin sayını göstərir və bu 2 heç vaxt dəyişmir. Deməli, 2-nin üstündə 4 sayda alt çoxluğu var. Yəni, B çoxluğunun 16 dənə alt çoxluğu var imiş. Həmin bu 16 dənədən biri mütləq şəkildə boş çoxluqdur, biri də mütləq şəkildə özüdür. Bir də və 14 dənə başqa çoxluq var. İkisini mütləq tanıdıq ki, boş çoxluqdan özüdür. Bu da oldu alt çoxluq. Bir də alt çoxluqla bağlı bir dənə əlavə bir qeyd demək istəyirəm. Bizə belə bir sual verə bilər ki, 5 elementi olan çoxluğun 3 elementli alt çoxluqlarının sayını tap. Bizə belə bir sual verə bilər. Bu biraz 11-ci sinif səviyyəsində olan qaydadır. Çünki ehtimal nəzəriyyəsinin qaydasıdır, ancaq çoxluqda istifadə olunur. Bax, düsturumuz kombinzon m-dən n-ədir və m faktorial bölünsün, m çıxılsın n faktorial, vurulsun n faktorial vasitəsilə hesablanır. 5 elementli çoxluğun 3 elementli alt çoxluğunu istəyirsə, kombinzon 5-dən 3-əni hesablamaq lazımdır. Yəni ki, 5 faktorial bölünsün, 5 çıxılsın 3 faktorial, vurulsun 3 faktorial. Hesablama hissəsini hələ ki yazmıram. Çünki hesablama hissəsi tam ehtimal nəzəriyyəsi mövzusudur və ehtimal nəzəriyyəsi mövzuların ən sonuncu mövzularından biridir. Qaydanı əsas bilək ki, qaydamız bununla irəliləyir. Hesablama qaydası asandır. Faktorial bilir ki, 5 faktorial deyirsə, 1-dən 5-ə qədər olan ədədlərin hasilidir. 5-dən çıxanda 2 faktorial eləyir. 2 faktorial 1-dən 2-yə qədər olan ədədlərin hasilidir və 3 faktorial 1-dən 3-ə qədər olan ədədlərin hasilidir. Hələ ki, bu sayda qayda ilə hesablamasını apara bilərik. Bundan əlavə bir də bizə çoxluqda alt çoxluqdan bağlı belə bir sual verə bilər. Hər hansısa bir B çoxluğu verər. Deyər ki, B çoxluğunun daxilində 1-dir, 3-dür, 7-dir, 8-dir, 9-dur. Belə bir sual deyir. Deyir, 9 elementi iştirak edən 7 elementi iştirak etməyən neçə alt çoxluq var? Bax, bu da vacib qaydalardan biridir. Əgər bizdən bunu istəyirsə, bax, yadımızda saxlayaq. Qayda belədir.
Adı çəkilənin üstündən xətt çək. İstəyir iştirak edən desin, istəyir iştirak etməyən desin. Nəyin adı çəkilibsə, adı çəkilənin üstündən xətt çəkirik. 9 deyib və 7 deyib. Geriyə neçə element qaldı? 1, 2, 3 dənə. Deməli hesablayacağam. 2-nin kubu 8. Deməli bunun 8 dənə belə ad çoxluğu var ki, həmin 8 ad çoxluğuna 9 element iştirak eləyəcək, 7 element iştirak eləməyəcək. Qaydası belədir. Nəyin adı çəkilibsə, adı çəkilənlərin üzərindən xətt çəkib ad çoxluqlarının sayı tapırıq. İstəyir iştirak eləyən desin, istəyir iştirak eləməyən desin. Bu da oldu bizim ad çoxluq anlayışımız. İndi keçid aldıq bərabər çoxluqlara. Ümumiyyətlə uşaqlara bərabər çoxluqları izah edən zaman həmişə belə bir situasiyadan istifadə edirəm. Misal üçün deyirəm ki, təsəvvürümüzə gətirək ki, qarşımızda 2 dənə bacı var və bu bacılar əkizdirlər. Əkiz bacıların nələri eynidir? Görünüşləri mütləq şəkildə eynidir. Görünüşləri. Qısa yazıram. Yenə görünüşləri eynidir. Əkiz bacıların nələri eynidir? Yaşları eynidir. Yəni ikisi də yaşıddır. Və ad günü tarixləri eynidir. Ad günü tarixləri eynidir. Bəs bu əkiz bacı bir-birlərindən nələrinə görə fərqlənir? Adlarına görə. Bunun adı ad 1 yazaq, bunun da adını ad 2 yazaq. Ancaq adlarına görə bir-birlərindən fərqlənirlər. Bax elə bərabər çoxluqlar da budur. Bərabər çoxluqlar eyni elementlərdən təşkil olunur. Necə ki, əkiz bacıların görünüşləri eynidir. Eyni şəkildə bərabər çoxluqların elementləri tamamilə eynidir. Sonra yazmışam yaşları eynidir. Bərabər çoxluqlarda iştirak edən elementlərin sayı eynidir. Fikir verin, yazmışam yaşları eynidir. Deməli, bərabər çoxluqların sayları eynidir. Elementlər sayı bir-birlərinə bərabərdir. Yazmışam ki, ad günü tarixləri eynidir. Ad günü tarixləri eynidir. Yəni, əgər birinci bacı yaş keçirsə, ikinci bacı da avtomatik o da yaş keçirdəcək və yaxud da ikinci bacı yaş keçirsə, birinci bacı da avtomatik yaş keçirəcək. Yəni, bunlar bir-birlərindən asılı vəziyyətdədirlər. Yəni, bir-birlərinin ad çoxluğudur. Birazdan hər birini termin şəklində yazıb yenidən qeyd edəcəm. Nə yazmışam? Nələrinə görə fərqlənirlər? Yalnızca adlarına görə. Bərabər çoxluqlar bir-birlərindən adlarına görə fərqlənirlər. Bir də nümunə qeyd eləyək. Misal üçün, yazıram ki, hər hansısa bir ad çoxluğunun elementləri olsun 1, 2, 3. Hər hansısa bir B çoxluğunun da elementləri olsun 2, 3, 1. Yazmışam görünüşləri eynidir. Baxaq, hər ikisində də 1 iştirak edib, hər ikisində də 2 iştirak edib, hər ikisində də 3 iştirak edib. Deməli, elementlər tamamilə eyni oldu. Dedim, sayları eynidir. Bunun da 3 dənə elementi var, bunun da 3 dənə elementi var. Yəni, birinci xassəmiz yaranır. Saylar bərabərdir. NA bərabərdir NB şəklindədir. Necə ki, qeyd etmişəm ki, əkiz bacıların yaşları eynidir. Həmin bu hissənin yaş məsələsini saylarına aid eləyərək yazmışdım. Və ikinci xassəmiz, bax dedim ki, günlər eyni tarixdədirlər deyə bir-birlərindən asılı vəziyyətdədirlər. Yəni, A-nın bütün elementləri B-nin daxilində, B-nin də bütün elementləri A-nın daxilində yerləşdiyindən bir-birlərinin alt çoxluqlarıdır. Yəni, A B-nin ad çoxluğudur və B A-nın ad çoxluğudur. Bir-birlərinə bərabər olduqları üçün. Bəs nələrinə görə fərqləndilər? Yalnızca adlarına görə bu A çoxluğu idi, bu B çoxluğu idi. Və bundan əlavə bizə hər hansısa bir çoxluq verər. Misal üçün, A çoxluğunun elementləri olsun 1, 2, 3, 4. Mənə deyir ki, A çoxluğuna bərabər olan neçə belə çoxluq var? A çoxluğuna bərabər olan çoxluqların sayını bizdən istəyirsə, düsturumuz n faktorialdır. N dedik ki, elementlərin sayını göstərir. 4 dənə element olduğu üçün olacaq 4 faktorial. Yəni, cavab eləyəcəkdir 24. Deməli, bərabər çoxluqların sayını tapmaq üçün n faktorial düsturundan istifadə olunur. Vacib xassələrindən biri elementlərinin sayının bərabər olmasıdır və bir-birlərinin alt çoxluqları olmasıdır. Yalnız adlarına görə bir-birlərindən fərqlənirlər. İndi isə keçid alaq çoxluqların birləşməsinə. Hər hansı bir iki çoxluq yazırım. Yazıram ki, A çoxluğun elementləri olsun B, C və D. B çoxluğun elementləri isə olsun C, D, Y və F. Birləşmənin işarəsi bu formadadır.
Uşaqlar həmişə bunu U hərfi kimi yadlarında saxlayırlar və aşağı siniflərə həmişə yadlarında saxlamaq üçün belə bir köməklik eləyirəm ki, təsəvvürünüzə gətirin ki, hər hansısa bir qabdır və həmin qabın ağzı açılıbdır. Baxın, yuxarı tərəfi boşdur. Yəni ki, bütün elementlər içəriyə doğru daxil olur. Qabın ağzı açıq olduğu üçün. Həmişə uşaqlar işarəni yadında saxlamaq üçün belə bir köməklik eləyirəm. Birləşmədir. Deməli, bizə lazımdır A və B çoxluqlarının birləşməsi. Yadımızda saxlayaq ki, birləşmə zamanı təkrar olunan elementlər bircə dəfə yazılır. Yəni, hər ikisinə C elementi, hər ikisinə D elementi iştirak elədiyi üçün mən 2 dəfə C, 2 dəfə D elementi yazmıram. Bircə dəfə iştirak eləyəcəklər. Birləşməsini yazsaq olacaq B, C, D, Y və F. Oldu A və B çoxluqlarının birləşməsi. Elə bunun üzərində kəsişməni də baş salmaq istəyirəm. Kəsişmənin işarəsi işarənin ağzı aşağıya duran hissəsidir. Bu isə oldu kəsişmə. Deməli, kəsişməni yazanda da yazırıq ki, A və B çoxluqlarının kəsişməsi. Adından da məlum olduğu kimi kəsişmə ortaq elementlərdən, yəni kəsişdiyi elementlərdən təşkil olunur. Yəni, hər ikisini iştirak eləyən C və hər ikisini iştirak eləyən D elementlərindən söhbət gedir. Deməli, A və B çoxluqlarının kəsişməsi bizə C, D çoxluğunu verir. C və D elementlərini verəcəkdir. Elə mən dayandırmaq istəmirəm. Bundan sonra da fərqi izah eləmək istəyirəm. Bəs gəlin görək çoxluqların fərqi nədir? Ümumiyyətlə, fərqin işarəsi bu formadadır. Əgər məndən A-dan B çoxluğunu çıxmamı istəsə, A çıxma işarəsi B və yaxud da B-dən A çıxmamı istəsə, B çıxılsın A şəklində verir. Və nəzərinizə çatdırıram ki, hər iki ifadə bir-birlərindən fərqli cavablar alır. Həmişə birazdan xassələrlə bağlı danışanda qeyd edəcəm bunu. Misal üçün, A çoxluğunu qeyd eləyirəm ki, A çoxluğunun elementləri olsun 1, 2, 3, 4 və B çoxluğunun elementlərini də qeyd eləyirəm. Sizə bir A çoxluğu qeyd eləyirəm. A çoxluğunun elementlərini qeyd eləyirəm 1, 2, 3, 4 kimi və hər hansısa bir B çoxluğu qeyd eləyirəm. Çoxluğun elementlərini qeyd eləyirəm 3, 4, 5, 6 kimi. Deməli, nə etməliyəm? Birinci A çoxluğundan çıxıram B çoxluğunu. Nəzərinizə çatdırmaq istəyirəm ki, əgər iki çoxluğu bir-birlərindən çıxırıqsa, ilk növbədə biz ortaq elementlərin üzərindən xətt çəkməliyik. A-dan əgər B-ni çıxıramsa, gəlin fikir verək. A çoxluğundan B çoxluğunu, yəni B olan hissəni çıxmalıyıq. Geridə qalan hissə götürülür. Yəni cavabımız eləyəcəkdir 1 ilə 2. Əgər bizdən B çoxluğundan A çoxluğunu çıxmağımız istəsə, B çoxluğundan A çoxluğunu çıxmamızı istəsə, terminə fikir verək. B-dən A çoxluğunun çıxılmasını istəyir. Yəni, yalnızca B-də qalanları yazmalıyıq. Yəni ki, sadəcə 5-dən 6-nı qeyd etməliyəm. Fikir verdiksə, A çıxılsın B-də aldığımız cavabla B çıxılsın A-da aldığımız cavab bir-birlərindən fərqlidir. Deməli, A çıxaq B, B çıxılsın A-dan həmişə fərqli qiymətlər alır. Yəni, bu iki anlayış bir-birlərinə heç vaxt bərabər ola bilməz. Deməli, birinci başlamaq istəyirəm birləşmənin xassələrindən. Deməli, birinci xassəmiz odur ki, A çoxluğu ilə B çoxluğunun birləşməsi elə B çoxluğu ilə A çoxluğunun birləşməsini verir. Bu nə deməkdir? A-nın bütün elementləri ilə B-nin bütün elementlərini əgər birləşdirəmsə, elə bu B-nin bütün elementləri ilə A-nın bütün elementlərinin birləşməsi deməkdir. Yəni, nəticə etibarilə hər iki çoxluğun bütün elementləri yeni yaranmış çoxluqda iştirak edir. Buna görə də A ilə B-nin yeni dəyişdikdə birləşmədə heç bir fərq yaranmır. İkinci, əgər A çoxluğunu özü ilə birləşdirsək, elə A çoxluğunu verər.
A'nın bütün elementlərini birləşdirsək, elə A'nın bütün elementlərini verər bizə. Üçüncü, A'nın bütün elementləri ilə boş çoxluğu birləşdirsək, cavab A'nın elementlərini verər. Təsəvvürümüzə gətirək ki, A'nın elementlərini boş bir qaba doldururam. Boş bir qaba doldururamsa, həmin qab artıq A çoxluğu ilə dolmuş olar. Dördüncü, dördüncü. Əgər A çoxluğunu birləşdirsəm, B birləş C çoxluğu ilə, elə bu bərabərdir A və B çoxluqlarının birləşməsinin C çoxluğunun birləşməsinə. Yəni ki, bu birinci xassə ilə ikinci xassənin mahiyyəti ondan ibarətdir ki, birləşmədə çoxluqların yerini dəyişdikdə, yəni çoxluqların adlarının, bunların yerini dəyişdikdə heç bir fərq yaranmır. Yəni ki, birləşmə elə yerini dəyişdikdə də eyni şey verir. Nətər ki, toplamanın yer dəyişmə qanunu var, vurmanın yer dəyişmə qanunu var. Eyni şəkildə də birləşmənin yer dəyişmə qanunu kimi tətbiq edə biləcəyimiz bir xassəsi var. Və nəhayət, ən vacib xassələrdən birinə keçid edəsi olsaq, ən vacib xassəmiz, 5-ci xassəmiz deyir, əgər A B-nin alt çoxluğu olarsa, onda A ilə B-nin birləşməsi B çoxluğuna bərabər olar. Ancaq mən hələ ki bu haqda danışmıram, bunu haşiyə alıram. Çünki mən hələ ki çoxluqların kəsişməsinin xassələrlə bağlı danışmaq istəyirəm və bu lövhəni hələ ki boş saxlayıram. Çünki kəsişmənin də buna aid bir xassəsi var. İndi keçdik kəsişmənin xassəsinə. Birincisi, deyir, əgər A çoxluğunu B çoxluğu ilə kəsişdirsək, elə bu bizə B ilə A çoxluğunun kəsişməsini verər. Yəni ki, A-nın ortaq elementi ilə B-nin ortaq elementlərini tapsam, elə B ilə A-nın ortaq elementlərini vermiş olur. İkincisi, əgər A çoxluğunu özü ilə kəsişdirsəm, elə A çoxluğunun özünü verər. A-nın elementlərini kəsişdirsəm, yenə ortaq element A-nın elementləri olur. Üçüncü, A çoxluğunu əgər boş çoxluqla kəsişdirsəm, A-nın elementlərini boş qabla kəsişdirsəm nə verə bilər? Bu qab boşdur, bunun heç nəyi yoxdur. Nətər mən bununla kəsişdirə bilərəm ki, yeni bir element yaransın? Deməli, cavabımız yenə boş çoxluqdur. Dördüncü xassəmiz, əgər A-nı kəsişdirsək B və C-nin kəsişməsi ilə, onda elə bu bərabərdir A ilə B-nin kəsişməsinin C ilə kəsişməsinə. Yenə birinci xassə ilə dördüncü xassənin əsas mahiyyəti ondan ibarətdir ki, çoxluqların yerini də dəyişsək, kəsişmədə heç bir fərq yaranası deyil. Nətər ki dedik ki, toplamada yer dəyişmə qanunu var, vurmada yer dəyişmə qanunu var. Eyni şəkildə birləşməyə də tətbiq eləyə bildik. Eyni şəkildə kəsişməyə də biz bu qanunu tətbiq eləyə bilərik. İndi qayıdıram bu bayaqki yazdığım xassəyə və hansı ki, kəsişmənin də belə bir 5-ci xassəsi var ki, A ilə B əgər bir-birlərlə A B-nin daha doğrusu alt çoxluğu olarsa, A və B-nin kəsişməsi elə A çoxluğuna bərabər olmuş olar və bunu haşiyələmişdim. Bu haşiyəni də qaldırıram burdan. Mən həmişə uşaqlara deyirəm ki, bax alt çoxluq işarəsini bir növ kiçikdir işarəsinə bənzədin. Sanki A-nın elementləri B-nin elementlərindən kiçikdir kimi bənzədin. Və birləşmə daha böyük anlayış olduğunu yadımızda saxlayaq. Nəyə görə? Təsəvvürümüzə gətirək ki, 2 otaq dolusu uşağı eyni otağa birləşdirsək, daha çox element alınar. Yoxsa 2 otaqda ortaq olan nələr isə eyni yerə yığsaq, daha çox element alınar. Əlbəttə ki, birləşdirsək daha çox element alınar. Birləşmə daha böyük anlayış olduğundan, yəni özündə daha çox element saxladığından, böyük istiqamətində duran çoxluq həmişə birləşmənin cavabı olur. Yəni, əgər bir çoxluq digərinin alt çoxluğudursa, alt çoxluq işarəsini bir növ kiçikdir kimi nəzərimizdə saxlayırıq və böyük olan çoxluq həmişə birləşmənin nəticəsi olur. Kəsişmə daha kiçik anlayış olduğundan kiçikdir işarəsini yazsaq, elementi kiçik olan çoxluq həmişə kəsişmənin nəticəsi olur. Və bu yazdığım 2 qeyd mütləq şəkildə çətin sualların həllində bizə köməkçi olacaq bir qeyddir. Baxdıq fərqin xassələrinə. Birincisi,
Fərqi izah eləyən zaman vurğuladım ki, A çıxılsın B fərqi ilə B çıxılsın A fərqi bir-birlərindən fərqli anlayışlardır. Ümumiyyətlə, yerdəyişmə qanununu biz ancaq birləşməyə və kəsişməyə aid eləyə bilərik. Qətiyyən biz onu fərqə aid eləyə bilmərik. Hansı ki, biz əməllərdən də bilirik ki, fərqin, yəni çıxma əməlinin yerdəyişmə deyə bir qanunu yoxdur. İkinci, əgər A-dan boş çoxluğu çıxsa, elə bizə A-nın özünü verər. Çünki A-dan boş, içi boş olan bir şey çıxsam, yenə A-nın özünü verər. Üçüncü, əgər A, B-nin alt çoxluğu olarsa, A çıxılsın B fərqi boş çoxluq olar. Çünki, bax dedim ki, alt çoxluq işarəsi bir növ kiçik işarəsinə bənzəyir və mən A-dan B-ni necə çıxım? Əgər A-nın kiçik adlandırıramsa, kiçik olandan böyük olan çoxluğu necə çıxa bilərəm? Ona görə də cavabımız boş çoxluq eləyər. Amma əgər mən A, B-nin alt çoxluğu olduğu halda B-dən A-nı çıxsam, onda bu A indeksində B, qüvvətində belə bir ştrik kimi yazılar və adı tamamlayıcı çoxluq olar. Adətən bu güvənin sınaqlarında və güvənin testlərində qarşımıza çıxacaq tamamlayıcı çoxluq olar. Bu da oldu fərq. İndi isə keçid almaq istəyirəm Euler-Venn diaqramından bağlı bir qaydanı izah eləməyə. Hansı ki, birincisi alt çoxluğu göstərmək istəyirəm. Euler-Venn diaqramı ümumiyyətlə çevrələrdən ibarət olan bir diaqramdır. Əgər iki çoxluq bu formada iç-içə yerləşərsə, içəridə yerləşən çoxluğa A çoxluğu, kənardakı çoxluğu isə B çoxluğu desəm, onda bunun mənası odur ki, A, B-nin alt çoxluğudur mənasına gəlir. Və burada kənarda qalan bax bu hissə, rəngləyəcək bu qırmızı olan hissə bizə verir B çıxılsın A olan hissəni. İkinci rəngləyəcəyim hissə, yəni bax bu hissə, kənara biraz çıxdı. Diaqramına baxası olsaq, birincisi belə bir çevrə çəkirəm. Euler-Venn diaqramı kiçik çevrələrdən ibarət olan bir anlayışdır. Belə bir çevrə çəkirəm və daxilində kiçik bir çevrə götürürəm. Kiçik bir Venn diaqramı çəkirəm. İçəridə yerləşən Venn diaqramı çoxluğunu A, kənarda yerləşəni isə B kimi adlandırıram. Ancaq bu anı gəlin kənara yazaq. Venn diaqramının başına qeyd eləyək ki, yəni bu çevrəmiz A-dır, kənarda yerləşən çevrəmiz isə B-dir. Bunun mənası ondan ibarətdir ki, bu A, B-nin alt çoxluğudur deməkdir və biz bu çevrə üzərində müəyyən hissələrin nə mahiyyət daşıdığını bilməliyik. Bax, kənarda qalan bu rənglədiyim hissə, kənardakı bax bu hissə bizə verir B çıxılsın A fərqini. Bu hissə B çıxılsın A deməkdir. Ancaq, kursorun rəngini dəyişək, ancaq bax bu hissə, yəni A çoxluğu olan hissə isə bizə A və B çoxluqlarının kəsişməsi olan hissəni verir. Əgər söhbət birləşmədən gedirsə, elə bax bu B çoxluğunun hamısı, bax bu B çoxluğunun elə hamısı A birləş B çoxluğunu bizə verəcəkdir. Bu oldu birinci Venn diaqramımız. İkinci və ən vacibi. Deməli, 2 dənə Venn diaqramı çəkirəm və elə çəkirəm ki, bunlar bir-birlərindən kəsişsinlər və kursoru bir balaca böyüdürəm. Deməli, qeyd edirəm ki, bu çoxluğum, birinci çoxluğum A çoxluğudur, ikinci çoxluğum isə B çoxluğudur. Deməli, bax, o rənglədiyim, yaşıl rənglə rənglədiyim hissə, bax bu hissə bizə verir A çıxılsın B fərqini. Kursorun rəngini dəyişirəm. Bu hissə, bu rənglədiyim hissə bizə verir B çıxılsın A fərqini. Sonra kursorun yenidən rəngini dəyişirəm. Bax, bu hissə bizə verir A kəsiş B-ni. Əgər söhbət birləşmədən gedərsə, bax, bütöv bunların hamısı birlikdə, bütöv hər biri A birləş B-ni bizə verər. Əgər biz Venn diaqramını bu şəkildə əzbərləsək,
Məsələ həllərində bizə çox köməkçi olur. Hansı ki, çətin məsələlərin həllində çox köməkçi olur. Və gəlin indi biz bu düsturda, yəni bu Venn diaqramından istifadə edərək bəzi düsturlar qeyd edək. Deməli, hansı düsturları qeyd edirəm? Birinci belə bir düsturumuz var ki, deyir n a birləş b bərabərdir na üzərinə gəlinsin mb çıxaq na kəsiş b. Çox vacib düsturlardan biridir, hansı ki, ikinci düsturumuz n a çıxılsın b bərabərdir na çıxaq na kəsiş b. A-nı buradan hərəkət müvəqqəti olaraq silək, bu hissəyə yazaq. Sonra üçüncü düsturumuz n b çıxılsın a bərabərdir mb çıxaq na kəsiş b. Dördüncü düsturumuz əgər aynı birinci n a birləş b bərabərdir na üzərinə gəlirik mb çıxaq na kəsiş b. İkinci, əgər kəsişmə boş çoxluq olarsa, onda na birləş b bərabər olar na üzərinə gəlinsin mb-yə. Sanki düsturdan kəsişmə olan hissə silindi. Üçüncü, na çıxılsın b bərabərdir na çıxaq na kəsiş b-yə. Və nəzərinizə çatdırım ki, çoxluğun çıxma əməli ilə bizim adi bildiyimiz çıxma əməlinə tətbiq olunan qayda eyni deyil. Yəni, na-dan na kəsiş b-ni çıxmamızla a çoxundan b-nin çoxluğunu çıxmamız eyni anlayış kimi başa düşülə bilməz. Dördüncü, mb çıxılsın a bərabərdir mb çıxaq na kəsiş b. Və nəhayət beşinci, na birləş b bərabərdir a çıxılsın b üzərinə gəlinsin b çıxılsın a üzərinə gəlinsin na kəsiş b. Bir saniyə bunu da buradan silək ki, qarşılıq olmasın. Bu formada. Sonuncu yazdığım düstur, hansı ki söhbət gedir bu düsturdan, Euler-Venn diaqramındandır. A çıxılsın b, a kəsiş b, b çıxılsın a-nın cəmi bizə a birləş b-ni verir. Üçüncü yazdığım və dördüncü yazdığım düstur da Euler-Venn diaqramından alınmadı. Əgər mən a çoxluğundan kəsişmə olan hissəni çıxsam, cavab bizə a çıxaq b-ni verər. Eyni şəkildə b çoxluğundan kəsişmə olan hissəni çıxsam, cavab bizə yenə b çıxılsın a-nı verər. Bu da oldu çoxluqların düsturları. İndi isə çoxluqlarla bağlı bəzi əlavə qeydlər vurğulamaq istəyirəm. Çoxluqlarda belə bir anlayış var ki, əgər mən a çoxluğunu birləşdirirəm b çoxluğu ilə və sonra bunu kəsişdirirəm a çoxluğunun c çoxluğu ilə birləşməsini. Necə ki, ortaq vurğu kənara çıxardırdıq, biz eyni şeyi birləşmə və kəsişmənin üzərində də tətbiq edə bilərik. İkisində ortaq a və hər ikisində ortaq birləşmə işarəsi var. Mən a birləşməni kənara çıxardıram. Ne qaldı b və kəsişmə və c. B kəsiş c şəklində yaza bilərəm. Bunu və yaxud da b ilə c-nin kəsişməsinin a ilə birləşməsi şəklində də yazmaq mümkündür. Gəlin indi bunu bir dənə də kəsişməyə aid yazaq. Misal üçün, a-nı kəsişdiririk b ilə və birləşdiririk c-ni kəsişdiririk b ilə. Hər ikisində ortaq iştirak edən element hansıdır?
B və kəsişmə. Mən B kəsişməni kənara çıxardıram. Əlimdə qaldı A birləşmə və C. Deməli, A birləş C. Mən bunu bu formada da yaza bilərəm. A birləş C kəsiş B formasında da qeyd eləyə bilərəm.